Salam aleyküm, hər vaxtınız xeyirli olsun. Deməli, belə bir pilləkən məsələsinə baxaq. Deyir ki, uşaq pilləkənləri 3-3 çıxıb 4-4 düşür. Cəmi 56 addım atır. Pilləkənlərin pillələrinin sayını tapın. Bunu iki üsulla eləyə bilərik. Daha qısa üsul belə eləyə bilərik. Deyirik ki, yəni ümumiyyətlə sizə əzbərləmə üsulları deməyəcəm mən. Elmi, amma daha qısa üsullarla eləməyin tərəfdarıyam. Deyirik ki, əgər bu 3-3 çıxıb 4-4 düşübsə, deməli 3x bərabər olub 4y yazaq. Yəni, tutaq ki, x bərabərdir 4k-ya, x bərabərdir, yəni y-in yanındakı x-in qiyməti götürəcəyi, y-in yanındakini isə x-in qiymət götürəcəyi. Yəni, x 4k götürəcəyi, y-i 3k götürəcəyi. Cəmi neçə oldu? 7k. Onda biz 56-nı 7-yə bölsək, k-nın qiymətini tapmış oluruq. K oldu 8. Deməli, çıxanda bu 4 vurulsun 8, yəni 32 addım atıb, düşəndə 3 vurulsun 8, 24 addım atıb. Doğrudur. Buradan belə bir şey alırıq. Pilləkənlərin sayı tap deyəndə nə edəcək? Ya 3'ü vuracaq 32'ye bərabər 96 və ya 4'ü vuracaq 24'e, o da olacaq 96. Yəni pilləkənlərin sayı olacaq 96 dənə.